Olur. Çok dadlı. Çünkü tuna balığı özü də çox dadlı balıqdır. Çok dadlı, yağlı balıqdır. Qəşəng balıqdır. Sizlər kesin. Yemək istəmirəm, çox sağ ol. Belə ağ şərab olur, səhərdən axşam kimi oturur. Ay sağ ol, ağ şərabı çox xeyirlidir. Çox. Nə istərsiniz? Siz demişdiniz musiqimiz olacaq. Bəli, bəli. Mən də bunu Səs verir. Məli soq, albalı soqu, kompotla bunlar, soq deyil, bunlar hamısı kompotdur. Albalı alma. Sizə nə alma? Yaşar. Ayza, mən artıq sözünüzü var, çox sağ olsun. Siz də elərsiniz. Bu saat bunu doldurun. Hə, doldurun. Orta. Orta. Yaxşıdır, özləmdir. Orta. Ədalət gəlib birdən şahlar. Ay ədalət. Bu cür abi hava təşkil edib sənin çayının ayrı. Sən deyirsən ki, Danışaq abalar, superdir. hə? Badımcan. Bu ikinci salatımız nədir? Hələ hamısı birinci, ikinci, üçüncü. Burada damsı. Yox, salat iki dənə olmalıdır. Getirəcəm. Bunlar menüyə daxil deyil. Bu badımcan kütüsüdür. Dəxil yoxdur, amma. Var, hamısı badımcandır, var, dəxil. Qiymət buna verir. İkra. Yox, ona qiymət verilmir. Yox, sadəcə olaraq bir məzədir. Artıq təamında yanlış görürəm. Bugün deyərsən, ədalət çox agresivdir nəsə. Yox, agresiv deyirəm, bunları artıq gedir. Biraz agresivsən. Gezi yatmamış o söhbətə görə. Lama görə. Mən gecən yatmamışam. O söhbətə görə ki, Mənə demiş, Deyək ki, artıq şeyləri qoyulmasıya, bu məzədir də, ədalət, sən də bir daha... Ədalət, bu axırıncı gündür, axırıncı gün. bəsdir. Yanında yaşarsan da. Yox, yəni nə deyirəm ki, sadəcə yəni... Yəni sən məzələnirsən. Sonra sizin əsas menülara biz qiymət verə biləcəyik. Yəni ona görə. Əsas menü, mən dedim, son gün olduğuna görə mən hər şey əsas tutdum bu günləri. Sən badımcan qoy, çəkib. Mən deyərdim ki, bugün menüya hər şey daxildir. Çünki bu bizim son günümüzdür. Mən yenə görə vurğulayıram. İminlə son gün olduğu gibi. Formatdan biraz qırağa. Eybi yox, Əslində konkret olaraq qiymət verəcəyiniz yeməklər nələrdir? Tuna salatı və bu badımcan salatı. Tuna salatı. Badımcan bir yerdə gedir. Badımcan salatı ilə samıram. Hə də ikisi bir-birdə. Badımcan salatı ilə badımcan. Bu nə idi? Bəli. Birinci salatı bəyəndim, tuna salatını. Badımcan salatı, bu badımcan küküsü, bu badımcan pürüsü. Bəyəndin bir şey tuna salatları. Tuna salatını deyək, bəyəndin? Tuna salatı yaxşı idi, yenə görə yeməmişdim, birinci dəfə deyirdim. Çox adam yemək. Hə, yeməmişdim, yana görə açıq deyim. Yaxşı idi. Yaxşı idi. Sən tuna salatını bəyəndin? Tuna salatını mən də birinci dəfə yaşadığı kimi yedim. Amma orada balıq olduğuna görə balıq var da. Bəs tuna salatıdır da. Mən dirəndə bilmədim nə daxil deyən hansı balıqlar olar, amma biraz balıqla mənim aram olubsun. Yəni balıq sevdim. Bəyənmədim balığı. Yəni ona görə ki, burada balıq olduğu üçün bəlkə də olubsun ki, nəsə tam mənə elə ki, xoş gəlmədi. Hələ sən bəyəndin? Birinci dəfə deyirdim. İkinci salatımızda necə yaşar? Yaxşıdır, balıqla ikinci salatımız da yaxşıdır. İkinci saat yaxşıdır. Nə xoşuna gəldi? Amma ikinci salat birinci salatdan daha çox xoşuma gəldi. İkinci saat birinci saatdan daha çox xoşuna. Hələ sən? Birinci salat ikincidən daha yaxşıdır. İkinci badımcanlı salatdır. Onu bəyəndin, yoxsa yox? Suyuna çıxalan yiyib. Hə, bir dənə dadına da bax. Ona kimi şorbamızı da olmasa hazırlayın. Ha, bəyəndin ki, badımcanlı salatını? Bu necə pişir? Qızardı. Şeydə ortada. Nə? Badımcan. Mütləq qızarır. Qızardı. Ortadır. Ortadır. Əslində mənim olabsın bəlkə xanımıyıza ki, nəsə başqa badımcan söhbəti olabsın badımcan yenə deyirəm. Badımcan sevmirsən. Amma ortada da yəni necə qızarlandı.
kaprizdir də, kaprizdə olanda nə olur? O da onun kaprizidir. Yox, biz inanırıq. Niyə ki? Biz inanırıq ki, sən balıqdan çox xoşlamırsan. Sən xoşladın salatı? Xoşladım. İkincisindən. Sən? Hə, sən dedilər. Bəs etsamı, küküm, badımcan küküsü. Yaxşı. Badımcanın mənisi. Levent'in küçüsü yemiştim ben. Aha. Böyle sarımsak küçüsü. Ləngiz küsüyü. Levent'in Oldu. küçüsü hazır. Bu dadı qəşəngdir. Bu da dadı. Ha. Dadı qəşəngdir. Daxildir. Ha, o salatla birlikdə də badımcan salatı ilə birlikdə. Badımcan küküsü. Badımcan zaten badımcan. Badımcan mı? Hı.